Qarabağ çempionatı ikinci bitirdiyi üçün bu mövsüm mübarizəyə Avropa Liqasından başlayır. Yaxşı, bəs ilk mərhələdə rəqiblərimiz kimlərdir? Aston Villa'nın Avropa Liqasının qalibi olmasından sonra UEFA püşkatma siyahısında rəsmi bir yeniləmə etdi və ilk turda gözlənilən bütün mənzərə dəyişdi. Potensial rəqiblər artıq demək olar ki, dəqiqləşib. Bu qərardan sonra ilk mərhələdə komanda sayı azaldı və bəzi klublar birbaşa növbəti tura keçdi. İdman jurnalistlərinin əsas istinad mənbəsi olan Cassiesa.net saytı da son vəziyyəti elan etdi. Gəlin bu dəyişikliklərin Qarabağa necə təsir etdiyinə rəsmi rəqəmlərlə baxaq. Detallara keçmədən əvvəl videoya baxan hər birinizdən kanala abunə olub videonu bəyənməyi xahiş edirik. Rəsmi sənəddə hər şey çox aydın görünür. Aston Villa Avropa Liqasının qalibi oldu və eyni zamanda İngiltərədə də turnir kvotası verən yerlərdən birini tutdu. Belə olduqda onların daxili liqadakı yeri boşa çıxdığı üçün UEFA dərhal zəncirvari yerbəyer etmə qaydasını işə saldı. Nəticədə Avropa Liqasının ilk mərhələsində yarışacaq komanda sayı 16-dan 12-yə düşdü. Bunun bizə birbaşa təsiri odur ki, İsveçrə, İsrail, Kipr kubok qalibləri və İsveç təmsilçisi Hammarby ilk turu oynamadan birbaşa ikinci mərhələyə keçdilər. Yəni Hammarby ilk turda bizim rəqibimiz ola bilməz. Komandaların sayı azalandan sonra bizim olduğumuz səpələnmişlər səbəti də rəsmən dəqiqləşdi. Qarabağ 42750 əmsalla Ferencvaros'dan sonra bu mərhələnin ən yüksək xallı ikinci komandasıdır. Bizimlə eyni səbətdə kimlər var? Macaristandan Ferencvaros, Ukraynadan Dinamo Kiyev, Xorvatiyadan Hajduk Split və Bolqarıstanın CSKA Sofia klubu. Bu klubların hamısı güclülər tərəfindədir. Yəni ilk mərhələnin püşkatmasında bu komandaların heç biri ilə qarşılaşmayacaq. Bəs cəmi 6 komandanın yer alacağı səpələnməmişlər torbasında kimlər qaldı? Bizim qarşılaşa biləcəyimiz və bu səbətdə olması dəqiqləşən klublar bunlardır. Vojvodina Serbiya, Cluj Rumıniya, Aluminiy Sloveniya, Derry City İrlandiya, Vestri İslandiya. Siyahıda bir də Slovakiyanın Žilina klubu var ki, o da böyük ehtimalla bu torbaya inəcək. Bundan başqa turnirin bu mərhələsində hələlik Moldova kubokunun qalibi dəqiqləşməyib. Oradan gələcək klubun əmsalından asılı olaraq səbətlərin son forması püşkə qədər tam rəsmiləşəcək. Əmsallara və komandaların səviyyəsinə baxsaq, Vojvodina digərlərinə nisbətən biraz daha ciddi rəqib təsiri bağışlayır. Amma ümumi götürəndə Qarabağ bu torbadakı hər bir klubdan təcrübə və heyət baxımından üstündür. Bir sözlə Avropa Liqasının ilk mərhələsində qaydalar oturdu və rəqiblər bəlli oldu. Siyahının ən güclülərindən biri olaraq iyunun 16-sında keçiriləcək püşkatmanı gözləyə bilərik. Sizcə bu rəqiblər arasından bəxtimizə kim çıxacaq? Fikirlərinizi şərhlərdə yazın. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.